Burada elə bir aşağıdadır. Sol tərəfdə, bu tərəfdə. Hardadır? Burada da. Aha, buradadır. Aşağıda harda? Aşağıda ne demek istiyorsunuz? Aşağı. Gösterin, gelin Fatıma. Siz de gösterin. Sağda var. Aşağıda var. Yok, Yok, o değil, aşağı gösterdiği. bu değil bu. Ay sağ olun. Bak buna hele bakmayın. Buna bakmayın. Bunsuz da, bunsuz. Bak bura görürsünüz. Bir nokta karakteri taşır. Düzdürmü? Daha da intensivli. Hamardı konturları. Sərhədləri daha da dəqiqdir. Düzdürmü? Bu fibroz uçaq. Bəs o dedi sizə Seçili, baxmıyor. indi seçili ve seçili. Yadımdan dəyişib. İndi bura baxsaq biz, bura baxsaq. Ürək formu. Ve düzleşik. Demək fibro yuxarıda. Dağıtır. Dağıtır da. Fibroz var, yox da orada. Yok, heç nə yoxdur. Yoxdur. Bu olmasa ancaq olmasa da tərtəmiz olsaydı akciğer. Biz onsuz da bax buna fikir verməliyik. Bu qon kompleksidir. Siz necə deyirsiniz? Bir ədəbiyyatda belə yazılır. Doğrudan da bir ədəbiyyatlarda belə yazılır. Qon kompleksi. Yani ki ilkin veren kompleksdən sonra qalan kalsina mozaika formasını taşıyır burada. Düzdürmü? Ve petrifikat döş daxili lenfodüllərində yerləşən kalsina. Petr o demek taşdır tərcümədə gedir. Petrifikasiya. Yani ki taşların əmələ gəlməsi. Başa düşdünüz? Deməli bundan qabaq bu xəstədə nə var idi? Birincili vərəmi keçirmişdi. İlkin vərəm kompleksi. Və burada bunun qalıqları qalıb. O döş daxili lenfodüllərində kalsinatdır. Bu da qon ocağı akciğerdir. Bir neçə müddətdən sonra immunitet zəifləşir, superinfeksiya olur. Bu da üst-üstə burada nə olur? Reaktivasiya, köhnə ocaqların reaktivasiyası, üstə gəl superinfeksiya və immunitet aşağı düşür. Onda və əmələ gəlib nə? Ocaqlı vərəm. Başa düşdünüz? Müəllimə, biz o yuxarıda o bayaq ocaqlı vərəmi göstərdiniz, bayaq o yuxarıda ocaqları. Onunla o aşağıdakı necə fərqləndirir? Bunu buna, burada bir dənədir. Ocaqlı vərəm O bir yan- dənə olmur. Və burada ocaq böyükdür. Qon kompleksi o qədər balaca olmaz ocaqlı vərəmdəki kimi, o yuxarıdakı kimi. Yox. Ki burada belə nöqtə olsun, olmaz. Ondan da böyük olaraq qon kompleksi. Bəs bu nədir? Bu. Burada yok, bu üste düşüp. Bunun üstüne düşüp. Bak burada yaxşı ki bronkdur görünür. Görürsünüz necə yaxşı görünür. Bu qan damardır, yəni ki fikir verin. Qan damar necə ayırt edilir? Qan damarı burada boşluqdur. Bronk nədir? Havadır da, boşluqdur. Düzdür, bəs burada boşluq deyil. Nəyə görə? Ona görə ki qanla doluqdur. Tamam. Başa düşdünüz? Bu belə.